Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 16 Kasım 2025 Pazar. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Əli. Bütün dinləyicilərimizi salamlayıram. Ali, bugünkü notlara hızlıca baktım da daha ilk haberden tansiyon yükseliyor. Türkiye'de gözaltına alınıp Azerbaycan'a getirilen bir aktivist var. Nedir bu olayın aslı? Bəli, Özləm. Meydan TV-nin xəbərinə görə Talış ictimai fəalı Kamal İsayev İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. Rusiya vətəndaşıdır, amma uzun müddətdir Moskvada yaşayır. Ailəsi deyir ki, o, hökuməti tənqid edən bir YouTube kanalında çıxışlar edirdi. Meydan TV-nin müstəqil bir media orqanı olduğunu da qeyd edim. Pardon Ali, Taliş aktivist dedin. Taliş halkı kimdir? Dinleyicilerimiz için biraz açabilir misin? Talışlar Azərbaycanın cənub bölgəsində yaşayan bir etnik qrupdur. Öz dilləri və mədəniyyətləri var. Anladım. Yani Azerbaycan'ın bir etnik zenginliği. Haber oldukça endişe verici. Dünkü yayınımızda konuştuğumuz Kiev'deki Azerbaycan Büyükelçiliği saldırısı ile ilgili yeni bir gelişme var mı peki? Bəli, var. Dünən xəbəri vermişdik. Bugün isə məlum olub ki, Rusiyanın hücumu nəticəsində səfirliyin binasına çox ciddi ziyan dəyib. Bu səbəbdən Rusiyanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb və ona sərt etiraz notası verilib. Nota verilmiş. Yani diplomatik dilde bu yaptığınız hiç hoş değil demişler. Umarım bir an önce hasar giderilir. Şimdi iç gündeme dönelim. Notlarda medya ile ilgili bir haber dikkatimi çekti. Gazetelerin finansmanı kısıtlanmış. Elədir. Azərbaycanın Media İnkişafı Agentliyi, yəni Media, çap və kağız xərclərinin artmasını və rəqəmsallaşmanı əsas gətirərək qəzetlərə dövlət dəstəyini azaldıb. Artıq qəzetlərin həftədə yalnız bir nömrəsi maliyyələşəcək. Bu qərardan sonra 35 illik Səs qəzeti bəzi işçilərini ixtisar edəcəyini açıqlayıb. İhtisar, yani işten çıkarma, kadro küçültme, değil mi? Bəli, tamamilə doğrudur. İşdən çıxarma deməkdir. Dijitalleşiyoruz bahanesiyle yapılan işten çıkarmalar bana hiç yabancı gelmiyor. Üzücü. İşten çıkarma demişken bir sonraki haberin de bu konuya bağlanıyor sanki. Hükümet gelecek yıl işsiz sayısında artış bekliyormuş. Təəssüf ki, belədir. Dövlət Məşğulluq Agentliyi 2026-cı ildə işsizlərin sayının artacağını proqnozlaşdırır. Gələn il 16 mindən çox insana işsizlik sığortası ödənilməsi planlaşdırılır. Bu ilkindən təxminən %20 çoxdur. Rakamlar pek parlak değil. Dün de aydınların savcılığa çağrılması meselesini konuşmuştuk. Notlarda yine benzer bir haber görüyorum. Bu durum devam ediyor anlaşılan. Bəli, Azadlıq Radiosunun xəbərinə görə tanınmış tarixçi Altay Göyüşov və politolog Ərastun Oruclu da baş prokurorluğa çağrılıblar. Azadlıq Radiosunun da müxalif bir yayın orqanı olduğunu xatırladım. Bu haber akışı insanın içini kararttı Ali. Neyse ki notlarının sonunda yüzümüzü güldürecek bir spor haberi var. Tekvandodan bir madalya gelmiş. Bəli, nəhayət yaxşı bir xəbər. Səudiyyə Ərəbistanında keçirilən 6-cı İslam həmrəyliyi oyunlarında tekvandoçumuz Minaya Əkbərova 46 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. Harika. Minaya Akberova'ya tebrik edelim biz de buradan. Ali, bugünkü notlar için çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.